Demək, bir nəfər yazıb ki, nə olar ki, qaraciyərə, hepatit B-yə də nəyisə deyin də. Dəfələrlə demişəm, səhifəyə baxmırsınız. Ona görə də sağalmağı tətbiq eləmirsiniz öz üzərinizdə. Deyirəm, yaxşı. Bax, bütün hepatitlərdə, bütün qaraciyər xəstəliklərində bir nömrəli bitki alaqanqal toxumudur. Alırsınız 1 kiloqram, üyüdmürsünüz. Hər gün ondan bir 3 çay qaşığı üyüdün, salafana tökün, ağzını bükün ki, efirli birləşmələr uçub getməsin. Və onu gün ərzində səhər, günorta, axşam 1 çay qaşığı qoyursunuz dilinizin üstünə, içirsiniz 1 stəkan su ilə. Bu bir. Sonra kasını bitkisi alırsınız, ondan da 1-2 stəkan gündə çay kimi dəmləyin, için. 1 xörək qaşıq tökün, 1 stəkan dəmləyin, için. Sonra alma sirkəsi qaraciyərə gözəl təsir eləyir. At pıtrağının kökləri çox gözəl təsir eləyir. Solma çiçəyi çox gözəl təsir eləyir. Həm qaraciyəri yeniləyir, həm də öd yollarını açır, təmizləyir. Bizim öd yolları yaxşı gəldiyi üçün, öd yolu yaxşı işlədiyi üçün bizim qarnımızda köp olmur. Həzm gözəl olur. Sonra səhifəmdə limon, sarımsaq, zəncəfil qarışımı var. Baxın, ondan düzəldin, ildə bir dəfə, 2 dəfə onu için. Görün sizin qaraciyəriniz necə gözəl olacaq. Bax, belə sadə bitkilərdir. 10-15 manat, 20 manat eləmir bunlar hamısını alsınız. Mütəmadi edin, qaraciyəriniz olsun gül kimi, anadan gəlmə. Bismillah.